yaradıcılığı. Qulaq. Axşamınız xeyir olsun. Yazın nəfəsi ilə umudu tumurcuq-tumurcuq göyərənlər. Torpağın ətrini duyub, könlü gözü sevinənlər. Bağının, bostanını, şaxını, şəvəlini təmizləyib, torpağın üzünü güldürənlər. Toxumu vərəvurd eləyib, nə əkib, nə becərəcəyini götür-qoy eləyənlər. Perdən, pencərdən yığıb, kətə həvəsinə düşənlər. Sacın başına yığışıb, motal pendiri ilə, kərə yağı ilə bir qismət çörək kəsənlər. Yazın havası ilə qəlbinin havasını tarazlayıb, bulaq dədənin başına yığışanlar. Belə hamılıqcan xoş gördük sizləri, istəylilər. Günün bu vədələri adamlar əlini açıb yaradana dua eləyərlər ki, işləri avand olsun. Söz ki duadan düşdü, duadan danışaq ki, könlünüz işıqlansın istəylilər. Peyğəmbərlərimiz deyərdi ki, dua ibadətdir. Uca Allaha duadan əziz şey yoxdur. Bir hədisdə də Peyğəmbərimiz buyurur ki, sizin Rəbbiniz həyalı, kərəm sahibidir. Əllərini ona tərəf qaldırıb dua edən qulunun əllərini boş qaytarmaqdan utanar. Belə də deyərlər ki, qədəri yalnız dua dəyişər. Mən aşiq dua göndərirəm, salam dua göndərirəm. Özüm gələ bilmədim, çox-çox dua göndərirəm. Dua eləyənləriniz çox olsun istəylilər. Amin. Rəvayətlər, əsatirlər və daha nələr. İstəklilər. Belə rəvayət eləyirlər ki, günlərin bir günü Peyğəmbər oğluna nəsihət eləyir ki, oğlum, 2 şeyi unutma, 2 şeyi unut. 4 şeydən də özünü qoru. Oğlan heyrətlə atasına baxır. Ata cavab verir ki, oğul, 2 şeyi unutma o deməkdir ki, ölümü unutma, bir də Allaha zikr eləməyi. O 2 şeyi ki var deyirəm ki, unut, kim sənə pislik eləsə unut. Bir də kimə yaxşılıq eləsən, onu da unut. Oğlan, ata, bəs ikinci 4 şey nədir ki, ondan özümü qoruyum deyə soruşur. Peyğəmbər deyir ki, oğul, gözünü naməhrəmdən, qulağını böhtandan, dilini yalandan, qəlbini şeytandan qoru. Dədələr söyləməsi. Səbir ağacı hər bağda göyərməz. Adam adamın şeytanıdır.
Bala quşun ağzı böyük olar. Boş sümbülün başı yuxarı olar. Dəli ilə dövlətli, ikisi də bildiyini eləyər. Haqq gəlsin, nahaq gəlməsin. Qonşunun toyuğu, qonşunun gözünə qaz görünər. Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. Cavanlıqda pul qazan, qocalıqda qur qazan. Folklorumuzun zərif qanadlarından biri də vəsfi haldır ki, hər mövsüm söz bağçamızda çiçəkləyər. Sizləri xalqımızın ruhundan süzülən dupduru söz çeşməsinə qonaq eləyirik. Əzizim, aydın olsun. Ay doğsun, aydın olsun. Yardan xəbər gələcək, gözlərin aydın olsun. Tanrı məni quş elə, qanadı gümüş elə. Dar yolda, dar küçədə, yarı mənə tuş elə. Gülü tökdüm tabaxa, qoydum qalar sabaha. Yar məni mehman eylər, xonça düzər qabağa. Əzizim arışanda, beçələr arışanda, mələklər şadlıq eləyər, iki yar barışanda. Üzəri dana-dana, ocaqdan götür sana. Nəzəri bəd olanın gözləri odda yana. Samavar yana-yana, buğlanır yana-yana. Danışırıq kağızla, dil qalır yana-yana. Gedərəm, gedən olsa, yolun öyrədən olsa. Yara namə yazmışam, yanına gedən olsa. Bu dərədən qaz gedə, qaqqıldaşa tez gedə. Tanrıya rəvadırmı, dul kişiyə qız gedə. Çiçək əkdim ləyəndə, çiçək boynun əyəndə. Mən bir qurban kəsərəm, əli əlimə dəyəndə. Yarı gördüm göyəmdə, göyəm boynun əyəndə. Mənim toyum olacaq şamamalar dəyəndə. Bir oğlan var biçində, sarı sümbül içində. Nola, onu görəydim bu həftənin içində. İbrətamiz məsələlərdən. Deyilənə görə İbrahim Xəlil Peyğəmbər qonaqsız süfrəyə oturmaz, çörək kəsməzmiş. Günlərin bir günü qonağı gəlir. Qonağını çörəyə yeməyə dəvət eləyir. Bu vaxt bir sahil qapıdan içəri girir.
Qonaq əlinə atıb xurcundan bir çörək çıxarıb sayıla verib yola salır. Çörəyi yeyəndən sonra yatırlar. İbrahim Xəlil Peyğəmbər yuxuda görür ki, göyün 7-ci qatındadır. 7-ci qatda qəsrinin yanında bir qəsr də var. Deyir ki, ya Rəbbim, bu kimin qəsridir? Allah Taala deyir ki, bu sənin evində çörək yeyən qonağın qəsridir. Sən əl açıqsan, varından kiməsə pay verirsən. Amma sənin qonağın bir an tərəddüd eləmədən son çörəyini çıxarıb sahilə verdi. İndi də sizləri Göyçay folklorundan pöhrələnən xalq deyimlərinə qonaq edirik. Sənə elə söz deyərəm, 7 qatından keçər. Boy, sənə elə söz deyərəm, dəymüşün durar, kalın tökülər. Sənə elə söz deyərəm, düz yolu əyri gedərsən. Sənə elə toy tutaram, dödün toyu yadına düşər. Sənə elə toy tutaram, gəldiyin yolu tanımazsan. Bayatı ay bayatı, gəz bu eli elatı. Bu dərədə üzüm var, yaxına gəl sözüm var. Dayımın 3 qızından kiçiyində gözüm var. Gedərəm yaylaqlara, baxmaram ovlaqlara. Sənsiz yaxın durmaram o sərin bulaqlara. Bənövşə çiçək oldu, hər güldən göyçək oldu. Yatmağı yalan olsa, ölməyi gerçək oldu. Qara toyuq hindədir, yumurtası gündədir. Qardaşımın yaylığı qızların cibindədir. Kəşliyim get ot gətir, yardan bir umud gətir. O yar küsüb gedibdi, sən qolundan tut gətir. Mən aşıq duz verəni, duz alıb duz verəni, dünyada dili yansın könülsüz qız verəni. Süfrəmizə bal düşüb, dəymiş qalıb kal düşüb. Yarım küsüb gedibdi, ürəyimə xal düşüb. Dəryada çıraq yanır, baxdıqca iraq yanır. Sevgi şirin şərbətdir, içdikcə ürək yanır.
Ağ nəğmələr, xalq mahnıları. Bu çaydan su axır, sular dərəyə baxır. Mən yarı çox istərəm, yarım özgəyə baxır. Gəl yarım, gül yarım, mənim nazlı ceyranım. Sim üstə durarsanmı, dindirsən, dinərsənmi? Yarım məktub yollasa, dərdimi bilərsənmi? Gəl yarım, gül yarım, mənim nazlı ceyranım. Səndə var, qorxuram mən gələylər. O gözlər ki səndə var, qorxuram mən gələylər. Gəl yarım, gül yarım. Gəl yarım, gül yarım, mənim nazlı ceyranım. Gəl yarım, gül yarım, mənim nazlı ceyranım. Lətifələr. Bir günü molla arvadına deyir ki, Arvad, çıx ginən damda ünləginən ki, denən molla qalıb saman altda. Arvad da tənbəllik eləmir, çıxır dama, inləyir ki, ay camaat, molla ambarda qalıb saman altında, gəlin buna nicat verin. Camaat yığılıb hovlu gəlir mollanın ambarına. Qapını açıb görürlər ki, mollanın gözləri qaranlıq güşədə parıldayır. Deyirlər, Molla, bəs sənin arvadın deyir ki, qalmısan samanatda. Molla ayağa qalxıb, üst başını çırpa deyir ki, baba, mənim samanım tükənibdi. İstədim deyəm samanım yoxdur. Gördüm heç kəs inanmaz. İndi dedim qalmışam saman altda. Özünüz baxın görün, ambar bomboşdur. Bir kişinin iki arvadı var imiş. Bunlar tez-tez kişidən soruşurmuşlar ki, hansımızı çox istəyirsən? Kişi bu sözün cavabın rahat deyə bilsin deyə gizlincə hər arvada bir göy mıncıq verib deyir. O bir arvad bilməsin. Mən səni çox istədiyim üçün bunu sadəcə sənə verirəm. Ondan sonra nə vaxt arvadlar mübahisə eləyəndə ki, hansımızı çox istəyirsən, kişi deyir. Göy mıncıq kimdədirsə,
Mənim gözüm ondadır. Tapmaca. Bu sirri kim aça? Əlimlə əkirəm, dilimlə biçirəm. Cavabı Yazı. Ağzı var, dili olmaz. 100 ağac vur, çığırmaz. Cevabı balıq. Ağ quş suya töküldü. Cavabı düyü. Altı ayda bir qarış, bir ayda 6 qarış. Cevabı taxıl. Başını kəssim, qanı yox, yumurtasının sayı yox. Cavabı qarışqa. Balaların yığar başına, cüz-cüz ağlar. Cevabı samavar. Dənizdən bir balıq tutdum, qolsuz, qanadsız. Məclisə gətirdim, qapsız, qacaqsız. Görənlər dedi, bəh, bəh, gözəldir. Cevabı yaxşı söz. İstəklər, görüşünüzə masallı folklorundan örnəklərlə gəlmişik. Belə deyirlər ki, qaranquş müqəddəs quşdur. Qaranquşu vurmaq olmaz. Bəs nə? Belə də deyirlər ki, qaranquş Kərbəladan xəbər gətirib. Hacı Leyləyin ayağı niyə qırmızıdır? Orada qana batıb gəlib, görürsən. Göyərçin də Kərbəla müsibətini görüb. Ona görə müqəddəsdir. Vurmaq, öldürmək olmaz. Arı Allah Taala'nın ən gözəl canlılarından sayılır. Belə deyirlər ki, arının əzaları dəvənin əzaları ilə eynidir. Onun verdiyi bal dünyada hər şeydən qiymətlidir. Arıdan xəbər alıblar ki, sən gedirsən, acı çiçəklərdən acı çəkirsən, bal əmələ gətirirsən. Deyir ki, mən hər xortumumu salıb çiçəyin şirəsini çəkəndə salavat çəkirəm. Ona görə şirin olur. Şərur folklorunun yaddaşında yuva quran Murad quşu əfsanəsinə sizləri qonaq eləyirik.
Murad quşu əfsanəsində deyilir ki, bir mahalda bir qızla bir oğlan olur. Bir-birlərini çox sevirlər. Qızın sevgilisinin adı Murad olur. Oğlanın ata-anası qızı almaq istəmir. Ancaq qız dəli kimi oğlanı sevir. Murad da qızı sevir. Oğlana ata-ana təsir eləyir. Bu qızı almır. Oğlan gedir başqa bir qız alır. Qız bunun eşqindən, məhəbbətindən yanır. Hara gedir mahnı oxuyur. Elə Murad deyib, Murad ağlayır. Bir gün əlini qaldırır yuxarı. Deyir ki, ya Rəbbim, mən ki Murada yetmədim. Məni də quş elə uçum göyə. O vaxtdan bu quş olur, uçur göyə. Adı da qalır Murad quşu. Gözəl də quşdur. Allah hər kəsi muradına çatdırsın. İnşallah. Amin. Duadan yola çıxıb söz mülkümüzün zərif budaqlarını gəzdik. Kim nə qədər şükür eləsə də Allah onun dostudur. Yaradanla bağlarınız yaşıl olsun istəylilər. Amin. 7 gün 7 gecənin tamamında Eyni vaxtda, eyni dalğada görüşmək ümidi ilə. Bulağın bu dəfəki sözünü, söhbətini könlünün gözü ilə qələmə alan Təranə Vahiddir. sizlərə çatdıranlarsa bizik. Səidə xanım Fərhad, Bir də Səməd bəy Yusifcanlı. Bulağı könül xoşluğu ilə bəzəyib düzəyən də rejissorumuz Gülşən xanımdır. Gülşən Səmədli. sağ olun, Sağlıqla qalın.